Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən Azərbaycan yeni minillikdə yeni liderlə mövzusudur. Yəni İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasının daxili və xarici siyasəti. 2003-cü ildə Azərbaycan Respublikasında prezident seçkiləri keçirildi. 2003-cü ildə keçirilən prezident seçkilərində İlham Əliyev qalib gəldi. İndi İlham Əliyevin prezidentlik dövrünə qədərki fəaliyyəti haqqında qısa bir məlumat verək. Prezidentlik dövrünə qədər İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim kimi fəaliyyətini davam etdirmiş, elmi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Daha sonra İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olmuşdur. Daha sonra İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin sədri olmuş, Milli Məclisin deputatı olmuş, Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazir vəzifələrində çalışmış. Həmçinin Azərbaycanın Avropa Şurasında nümayəndə heyətinin üzvü, daha sonra isə Avropa Şurasının vitse-prezidenti olmuşdur. 2003-cü ildə oktyabrında prezident seçkiləri keçirildi. Heydər Əliyev səhhəti ilə bağlı prezident seçkilərində iştirak edə bilmədi. Heydər Əliyev öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdü. Və beləliklə 2003-cü ilin oktyabr ayının 15-də keçirilən seçkilərdə İlham Əliyev qalib gəldi. İlham Əliyev prezident seçildikdən sonra Heydər Əliyevin daxili və xarici siyasətini davam etdirdi. Bir növ Heydər Əliyevin siyasi kursunu davam etdirdi və İlham Əliyevin Azərbaycana uğurlu rəhbərliyi onun sonraki dövrlərdə də Azərbaycan Respublikasının prezidenti seçilməsinə gətirib çıxartdı. Və bunun nəticəsində İlham Əliyev 2008-ci ildə, 2013-cü ildə, 2018 və 2024-cü illərdə yenidən Azərbaycan Respublikasının prezidenti seçilmişdi. İlham Əliyevin prezidentliyi dövründə heç şübhəsiz ki, ən uğurlu addımlardan biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi olmuşdur. Azərbaycanın suverenliyinin bərpa edilməsi olmuşdur və bunun nəticəsində İlham Əliyev Azərbaycan Respublikasının tarixinə, Azərbaycan tarixinə müzəffər prezident, qurucu prezident adı altında daxil olmuşdur. İlham Əliyevin prezidentliyi dövrünü əsasən iki mərhələyə bölmək olar. Birinci mərhələ 15 oktyabr 2003-cü ildən 18 oktyabr 2009-cu ilə qədər olan dövrdür. Bu dövrdə hüquqi və dövlət quruculuğu davam etdirildi. 2009-cu ildə referendumla konstitusiyaya yenidən əlavə və dəyişikliklər edildi. Ölkə iqtisadiyyatında keçid dövrü başa çatdı. İkinci mərhələ isə 18 mart 2009-cu ildən başlayır və bugünkü günə qədər olan dövrdür. Bu mərhələdə də hüquqi dövlət quruculuğu daha da möhkəmləndirildi. Azərbaycan Respublikasında vitse-prezident vəzifəsi təsis edildi. 21 fevral 2017-ci ildə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezident vəzifəsinə təyin edildi. Heydər Əliyevin prezidentliyi dövründə olduğu kimi, İlham Əliyevin də prezidentliyi dövründə Azərbaycanın neft və qaz strategiyası siyasəti uğurla davam etdirildi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası başa çatdırıldı. Bu kəməri haqqında saziş bilirik ki, 1999-cu ildə İstanbulda saziş imzalanmışdı və bu saziş əsasən Azərbaycan nefti Avropa bazarına çıxarılmalı idi. Və artıq 2006-cı ildə bu hadisə reallığa çevrildi. Bu kəmərin istifadəyə verilməsi ilə Azərbaycan nefti Türkiyə üzərindən dünya bazarına çıxarılmağa başladı. Avropanın enerjiyə olan tələbatına alternativ olmaqla Rusiyanın oradakı siyasi-iqtisadi təsirlərini müəyyən qədər azaltdı. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bakı-Tbilisi-Ərzurum qaz kəməri haqqında da saziş 2001-ci ildə imzalamışdı. 2007-ci ildə bunun istifadəyə verilməsi ilə Azərbaycan neft ixrac etməkdə olan ölkə ilə yanaşı, həmçinin Azərbaycan artıq qaz da ixrac etməyə başladı. Azərbaycan qazı ilk dəfə böyük həcmdə dünya bazarına nəql edildi.
2013-cü ildə Azərbaycan Respublikası bir sıra Avropa dövlətləri ilə ölkəmiz arasında Azərbaycan təbii qazının Avropaya böyük həcmdə çıxarılması üçün müqavilə imzaladı. İlham Əliyevin 21-ci əsrin müqaviləsi adlandırdığı bu müqavilə ölkə qazının Avropaya daha geniş ixracı üçün bir sıra layihələri reallaşdırırdı. Bunun nəticəsində hansı layihələrin reallaşdırılması nəzərdə tuturdu? Trans-Anadolu qaz kəmərinin, bu adlanır TANAP, Trans-Adriatik qaz kəməri, bu isə adlanır TAP. 2018-ci ilin iyun ayının 12-sində Türkiyənin Eskişehir şəhərində TANAP-ın açılış mərasimi keçirildi. Bu boru kəmərinin çəkilişi ilə Azərbaycan təbii qaz ehtiyatlarının Avropaya nəql edilməsində mühüm bir addım olmuş oldu. Avropa qitəsinin enerji təhlükəsizliyi üçün bu kəmər xüsusi TANAP layihəsi xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycanın neft və qaz istehsalçısına çevrilməsi beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin biraz da möhkəmlənməsinə, güclənməsinə təsir göstərdi. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda neft və qaz strategiyası ilə yanaşı qeyri-neft sektorunun inkişafı sahəsində də xeyli uğurlar əldə edildi. Bu dövrdə İlham Əliyevin prezidentliyi dövründə əsas diqqət yetirilən sahələrdən biri də kənd təsərrüfatı sahəsi idi. Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər görüldü. Əsaslı islahatlar keçirildi. Əkin sahələrinin genişləndirilməsi üçün fermer təsərrüfatına qayğı artırıldı. Kəndlərə və fermerlərə subsidiyalar verildi. Subsidiya nə deməkdir? Dövlət büdcəsindən yerli büdcələrə və hüquqi şəxslərə qarşılıqsız verilən maliyyə vəsaitinə subsidiya deyilir. Həmçinin Azərbaycanda qeyri-neft sektorunda inkişaf etdirilən sahələrdən biri də sənayenin digər sahələri inkişaf etdirildi. Bakıda və Azərbaycanın digər ərazilərində yeni sənaye müəssisələri yaradıldı. Bu da işsizliyin aradan qaldırılması istiqamətində görülən mühüm işlərdən biri idi. Həmçinin Azərbaycanda nəqliyyat sahəsində də mühüm işlər görüldü. Bu dövrdə nəqliyyat sahəsində görülən ən mühüm işlərdən biri nə idi? 2017-ci ilin 30 oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirildi. Bu yol Avropanı Asiya ilə birləşdirən ən qısa yol adlandırılır və bunun nəticəsində Azərbaycan bir sıra ölkələrin məhsullarını başqa ölkələrə daşınmasında mühüm rol oynadı. Ən mühüm nəqliyyat sahəsində görülən ən mühüm işlərdən biri də Ələtdə azad ticarət zonasının yaradılması oldu. Nəqliyyat sahəsində görülən ən mühüm uğurlu işlərdən biri 2023-cü ildə İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yol xəttinin tikintisinə başlanıldı. Yəqin ki, yaxın zamanlarda artıq bu yolun da tikintisi başa çatdırılacaq və istifadəyə veriləcək. Bu da Azərbaycanın iqtisadi cəhətdən daha da inkişaf etməsinə təsir göstərəcək amillərdən biri olacaq. Azərbaycan bilirik ki, sosial ölkədir. Ölkədə İlham Əliyevin prezidentliyi dövründə bir sıra sosial layihələr də həyata keçirildi. İnsanların maddi rifah halını yaxşılaşdırmaq üçün geniş tədbirlər görüldü. 2007-ci ildə məcburi köçkünlərin yaşadığı bütün çadır şəhərcikləri və fin tipli qəsəbələr ləğv edildi. Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə aparıldı. Ən mühüm hadisələrdən biri 2012-ci ildə Azərbaycanda ilk dəfə asan xidmət mərkəzləri yaradıldı. Asan xidmət mərkəzlərinin yaradılmasında məqsəd nədən ibarətdir? İnsanların vaxt itkisinin qarşısını almaq, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmaq üçün yaradılmışdır. Həmçinin Azərbaycanda 2019-cu ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ilk dost mərkəzi də yaradıldı. Bu da mühüm əhəmiyyət kəsb edən hadisələrdən biridir. Bilirik ki, 2020-ci ildə dünyada COVID-19 pandemiyası yayılmışdı. Bu pandemiyanın da Azərbaycana iqtisadi təsirinin qarşısını almaq üçün hökumət bir sıra tədbirlər gördü. COVID-19 pandemiyasına qarşı mübarizə aparmaq üçün Azərbaycan hökuməti 2020-ci ilin martın 19-da koronavirus pandemiyasının iqtisadiyyata təsirinin qarşısını almaq üçün
tədbirlər planı təsdiq edildi. Ölkədə karantin rejimi tətbiq edildi. Modul tipli xəstəxanalar yaradıldı. İlham Əliyevin hakimiyyəti dövründə daxili siyasətdə olduğu kimi Azərbaycan Respublikasının xarici siyasətində də mühüm uğurlar əldə edilmişdir. Ən mühüm uğur bilirik ki, Azərbaycan torpaqlarının tamamilə işğaldan azad edilməsi ən mühüm uğur sayılır. Xarici siyasətdə İlham Əliyev bir növ Heydər Əliyevin siyasi kursun daxili siyasətdə olduğu kimi xarici siyasətdə də davam etdirildi. 2003-cü ildə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini və ana xəttini nə təşkil edirdi? Ölkənin beynəlxalq nüfuzunu daha da möhkəmləndirmək, qonşu və dünyanın digər dövlətləri ilə qarşılıqlı əlaqələri inkişaf etdirmək, həmçinin ən başlıca məsələ sözsüz ki, Dağlıq Qarabağ münaqişəsinin milli maraqlara uyğun həll etməkdən ibarət idi. 2003-cü ilin dekabrında İlham Əliyevin Cenevrədə informasiya cəmiyyəti üzrə Dünya samitində iştirakı onun prezident kimi ilk xarici səfəri oldu. Bilirik ki, Heydər Əliyevin isə ilk xarici səfəri 1993-cü ilin dekabrında Fransaya olmuşdu. Azərbaycan Respublikası xarici siyasətdə demək olar ki, əsas məqsədlərindən biri qonşu və digər ölkələrlə dinc münasibətləri davam etdirməkdən ibarət edir. Ermənistan istisna olmaqla Azərbaycan bütün qonşu ölkələrlə normal diplomatik əlaqələr yaratmışdır. Azərbaycanın ən mühüm əlaqə saxladığı ölkələrdən biri də heç şübhəsiz ki, qardaş Türkiyə ölkəsidir. Türkiyə ilə münasibətlər strateji tərəfdaşlıq və qarşılıqlı yardıma əsaslanır. 2010-cu ildə Bakıda Türkiyə ilə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələr imzalanır. 2021-ci ilin iyunun 15-də Şuşada İlham Əliyev ilə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Ərdoğan arasında Şuşa bəyannaməsi imzaladı. Şuşa bəyannaməsi ilə Azərbaycan və Türkiyə rəhbərləri hansı müqaviləni əsas götürürdülər? 1921-ci ilin 13 oktyabr tarixli Qars müqaviləsini əsas götürürdülər və onu bir daha təsdiq edirdilər. Bu da 1994 və 2010-cu illərdə imzalanan dostluq, strateji tərəfdaşlıq, qarşılıqlı yardım və əməkdaşlıq haqqında müqavilə və protokolları rəhbər tuturdu. Şuşa bəyannaməsinin əhəmiyyəti nədən ibarətdir? Şuşa bəyannaməsinə görə Azərbaycan və Türkiyə rəhbərləri bir-birinin ərazi bütövlüyünə, suverenliyinə qarşı təhlükə yarandısa, birlikdə bu məsələni müzakirə edir. Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə uyğun olaraq bir-birinə köməklik etməyi nəzərdə tuturdular. Şuşa bəyannaməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən müqavilələrdən, bəyannamələrdən biridir. Həmçinin Azərbaycan Türkiyə ilə yanaşı şimal qonşusu Rusiya ilə də münasibətlərdə hər zaman maraqlı olmuşdur. İstər Heydər Əliyevin prezidentliyi dövründə, istərsə də İlham Əliyevin prezidentliyi dövründə şimal qonşumuz olan Rusiya ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün Azərbaycan səy göstərmişdir və hər zaman Rusiya ilə normal münasibətlər yaratmağa çalışmışdır. Hətta 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi baş verərkən Azərbaycan hər iki dövlətlə qarşılıqlı əlaqələrə sadiq qalaraq münasibətlərinin qorunub saxlanmasına öz töhfəsini vermişdir. 2022-ci ilin fevralında İlham Əliyev Rusiyaya rəsmi səfər etdi. Bu səfər zamanı Rusiya ilə Azərbaycan arasında Moskva bəyannaməsi kimi tanınan müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzalandı. Bu bəyannamə Azərbaycanla Rusiya arasında münasibətlərinin yaradılmasının, diplomatik münasibətlərinin yaradılmasının 30 illik münasibəti ilə imzalanmışdır. Moskva bəyannaməsi də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən müqavilələrdən biridir. Azərbaycanın ən əsas əlaqə saxladığı ölkələrdən biri cənub qonşusu olan İrandır. Azərbaycan hər zaman da İranla münasibətlərə xüsusi önəm verir.
Bilirik ki, 2004-cü ildə Təbrizdə Azərbaycan konsulluğu açılmışdı. İlk dəfə Təbrizdə Azərbaycan konsulluğu 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə yaradılmışdı. Azərbaycan hər zaman qonşu İranla da münasibətlərə xüsusi diqqət yetirir. İki tərəfli əlaqələrini inkişaf etdirilməsində Azərbaycan maraqlı tərəfdir. 2010-cu ildə İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının sabitində Azərbaycan, İran, Türkiyə Xarici İşlər Nazirləri arasında mütəmadi görüşlərin keçirilməsi haqqında razılaşma əldə edildi. 2023-cü ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizliyi təmin edilməmiş və burada törədilən terror aktının qarşısı alınmamışdır. Bu da iki ölkə arasında müəyyən qədər soyuqluğun yaranmasına gətirib çıxarmışdır. Lakin sonraki dövrdə iki ölkə arasında diplomatik münasibətlər daha da sıxlaşmış və inkişaf etdirilmişdir. Azərbaycan həmçinin qonşu ölkə olan Gürcüstanla yanaşı digər əsas əlaqə saxladığı ölkələrdən biri Pakistan və İsrail. Bu ölkələrdə daimi Qarabağ problemində Azərbaycanın haqq işini müdafiə etmişdilər. Azərbaycan neft və qazını dünya bazarına çıxarmaq üçün Gürcüstan ərazisindən tranzit vasitəsi kimi istifadə edir. Bu da iki ölkə arasında əlaqələrin daha da yaxşılaşmasına və inkişaf etməsinə səbəb olur. Həmçinin Pakistan və İsraillə də Azərbaycanın iqtisadi, siyasi və hərbi sahələrdə əməkdaşlığı davam edir. 44 günlük Vətən müharibəsi dövründə Pakistan və İsrail Azərbaycanın haqq işini müdafiə etmiş, Azərbaycana dəstək vermişdilər, mənəvi dəstək vermişdilər. Azərbaycan həmçinin beynəlxalq təşkilatlarla da əlaqəni davam etdirir. İstər Heydər Əliyevin prezidentliyi dövründə, istərsə də İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan beynəlxalq təşkilatlarla sıx əlaqələr yaratmışdır. İlham Əliyev 2003-cü ildə İlham Əliyev baş nazir olarkən hələ Birləşmiş Millətlər Təşkilatının baş məclisində çıxış etmiş, burada Birləşmiş Millətlər Təşkilatının iş mexanizmləri ilə bağlı təkliflər vermişdi. İlham Əliyev bildirmişdi ki, Şərqi Avropa ölkələrindən birinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üst seçilməsi ideyasını irəli sürmüşdü. Bilirik ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 əsas üzvü var. Hansı ölkələrdir bunlar? Bunlar Təhlükəsizlik Şurasının üzvü olan ölkələr ABŞ-dır, Rusiyadır, Böyük Britaniya, yəni İngiltərə, Böyük Britaniya, Fransa, bir də Çin. Təhlükəsizlik Şurasının 5 daimi üzvü var. Hansılardır? ABŞ-dır, Rusiyadır, Böyük Britaniya, yəni İngiltərə, Fransa və Çin Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvü olan ölkələrdir. Ancaq bunun qeyri-daimi üzvü ölkələri də var. Bunlar da 2 ildən bir seçilir. 2011-ci ilin oktyabrın 24-də Azərbaycan 2012-2013-cü illər üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu zaman Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 193 ölkəsindən 155-nin səsini qazanaraq bu Birləşmiş Millətlər Təşkilatının qeyri-daimi üzvü olan 15 ölkədən birinə çevrilmişdir. Bu, Şərqi Avropa və bu Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri içərisində Azərbaycan ilk dəfə Birləşmiş Millətlər Təşkilatının 15 qeyri-daimi üzvündən biri olmuşdur. Azərbaycan həmçinin Avropa İttifaqı ilə də münasibətləri inkişaf etdirir. Azərbaycan Avropa İttifaqının yeni qonşuluq Şərq tərəfdaşlığı təşəbbüsü proqramları çərçivəsində də əməkdaşlığını davam etdirir. Həmçinin Azərbaycan NATO ilə də münasibətləri davam etdirir. Bilirik, Azərbaycan 1994-cü ildən NATO-nun sülhnaminə tərəfdaşlıq proqramına üzvdür. Bu tərəfdaşlıq çərçivəsində Azərbaycan sülh məramlıları bir sıra ölkələrdə sülh məramlı kimi iştirak etmişdir. Hansı ölkələrdir? İraqdır, Kosova və Əfqanistan'da. İraq, Əfqanistan və Kosovada Azərbaycan hərbiçiləri sülh məramlı kimi iştirak etmişdir. Azərbaycanın əlaqələri davam etdirdiyi təşkilatlardan biri də ATƏT-dir. Bilirik ki, Avropa Təhlükəsizlik Əməkdaşlıq Müşavirəsi 1975-ci ildə Helsinkidə yaradılıb.
Azərbaycan 1992-ci ildən bu təşkilata üzv olmuşdu. ATƏT Qarabağ münaqişəsinin sülhü həlli istiqamətində ATƏT-in Minsk qrupunu yaratmışdı. Lakin ATƏT-in Minsk qrupunun qeyri-konstruktiv mövqeyi nümayiş elətdirməsi Dağlıq Qarabağ probleminin həll edilməsini gecikdirmişdi. Daha sonra bilirik ki, ATƏT-in Minsk qrupuna 3 ölkə daxilidir. Hansı ölkələr? ABŞ idi, Fransa idi və Rusiya idi. Ancaq ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı demək olar ki, heç bir müsbət iş görməmiş. Daha sonra isə Azərbaycan ordusu tərəfindən bu problem həll edilmişdir. Azərbaycanın fəal əlaqələr saxladığı təşkilatlardan biri Qoşulmama Hərəkatı təşkilatıdır. Bilirik, Qoşulmama Hərəkatı təşkilatı 1961-ci ildə yaradılıb. Qoşulmama Hərəkatı təşkilatını yaradan ölkələr hansılardır? Hindistandır. İlk dəfə 1961-ci ildə Hindistan, Misir və Yugoslaviyanın rəhbərliyi altında yaradılmışdır. Bu təşkilatın əsas məqsədi nədir? Hərbi bloklara, hərbi təşkilatlara qoşulmamaqdan ibarətdir. 1991-ci ilin oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da əsas prinsiplərdən biri heç bir hərbi bloklara qoşulmamaqdır. Azərbaycan 2011-ci ilin mayında Qoşulmama Hərəkatına tam hüquqlu üzv olmuş. 2019-2022-ci illərdə bu təşkilata sədrlik etmişdir. Daha sonra isə digər ölkə bu rəhbərliyi bir il gec aldığı üçün Azərbaycan bu hərəkata, Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə bu təşkilata sədrlik etmişdir. Və 2020-ci ilin 44 günlük Vətən müharibəsi dövründə Qoşulmama Hərəkatı 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələri həll etmək üçün Birləşmiş Millətlər Təşkilatına qarşı bəyanat vermişdi və Qoşulmama Hərəkatı təşkilatının üzvləri də 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana fəal dəstək olmuşdular. Azərbaycan həmçinin türk dilli dövlətlərlə də əməkdaşlığı davam etdirir. Türk dilli dövlətlər bilirik, türk dövlətləridir, Türkiyədir, Qazaxıstandır, Türkmenistandır, Özbəkistandır. Bunlarla da daimi əlaqələr saxlayır. 2009-cu ilin oktyabrında Naxçıvanda türk dilli ölkələrin görüşü keçirildi. Naxçıvanda keçirilən türk dilli ölkə başçılarının görüşündə Naxçıvan sazişi imzalandı. 2009-cu ildə imzalanan Naxçıvan sazişinə əsasən 2022-ci ildə türk dilli dövlətlərin əməkdaşlıq şurası yaradıldı. Türk dilli dövlətlərin əməkdaşlıq şurasının əsas məqsəd və vəzifələri müəyyən edildi. Bir sıra iqtisadi və digər sahələrdə əməkdaşlığı davam etdirilməsi nəzərdə tutulur. Həmçinin türk dilli dövlətlər Dağlıq Qarabağ məsələsində də Azərbaycanın haqq səsini müdafiə etmişdilər. 2021-ci ilin noyabrında İstanbulda keçirilən Türk Dövlətləri Əməkdaşlıq Şurasının zirvə görüşündə Türk Dövlətlərin Əməkdaşlıq Şurası bundan sonra Türk Dövlətləri Təşkilatı adlandırıldı. 2022-ci ildə Bursada Türk dilli dövlətlərin növbətənkənar iclası keçirildi. Burada keçirilən iclasda 2023-cü ildə Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı olması haqqında qərar qəbul etdi. Və bunun nəticəsində 2024-cü ilin iyulun 6-sında Türk dilli dövlətlərin Türk dünyasının mədəniyyət mərkəzi Şuşa şəhəri elan edilmişdi. 2024-cü ilin iyulun 6-sında təşkilatın başçılarının Şuşada qeyri-rəsmi zirvə görüşü keçirildi. Görüşün yekununda isə Qarabağ bəyannaməsi qəbul edildi. Bu mövzu ilə bağlı dərsimiz bu qədər.